fobiyalarına qalib gəlmək istəyən insanlara xüsusilə səslənmək istəyirəm. Əgər sizdə də fobiyalar varsa və fobiyalar haqqında daha geniş məlumat əldə etmək istəyirsinizsə, noyabr ayının 22-si saat 13:00-da Bakı Fairmont Hoteldə fobiyaların yaranma səbəbləri və aradan qaldırılması adlı nəzəri praktik təlim keçiriləcək. Buyurun, hər kəs dəvətlidir. Təlimçilər Kamilə Kazımova, klinik psixoloq, konsultant, hipnoterapevt, Bakı Dövlət Universiteti Psixologiya Kafedrasının dosenti, psixologiya üzrə fəlsəfə doktoru, Beynəlxalq Hipnoz Cəmiyyətinin üzvü və psixoloq Fatimə Cəfərova, Bakı Dövlət Universiteti Sosial Elmlər və Psixologiya Fakültəsi, psixologiya ixtisasının məzunudur. Təlimin sonunda sertifikatlar təqdim olunacaq. Təlimlər ödənişlidir. 050 471 1044 və WhatsApp üzərindən də yazmaq istəyənlər varsa buyurun. 055 487 84 84 əlaqə telefonudur. Müraciət eləyə bilərsiniz. Studiyamızın qonağı klinik psixoloq Kamilə xanım Kazımovadır. Kamilə xanım, xoş gördük sizi. Studiyamıza xoş gəlmişsiniz. Necəsiz? Salam İlham xanım, təşəkkür edirəm. Xeyirli uğurlu olsun, belə deyək. Keçən verilişimizdə biz fobiyalardan danışdıq. Əslində insanların hər biri fobiya anlayışını bilir, amma tam şəkildə mənasını dərk eləyə bilmirik. Çünki onu qorxu ilə qarışdırırıq. Biz keçən verilişimizdə kifayət qədər bunu ayırd etdik və Kamilə xanım fobiyanın nə olduğunu, eyni ilə də qorxunun nə olduğunu, bu iki his arasında olan müqayisəni insanlara çatdırdıq. Amma istəyirsiniz çox qısaca bir xatırlatma gətirək. Çünki fobiyanın çox növləri var və kimdə hansı bu növlər müşahidə olunursa, Kamilə xanım irəliləyən dəqiqələrdə bir çox simptomlar, əlamətlər sadalayacaq. Onu özündə hiss eləyən bilsin ki, fobiyanın məhz o növündən əziyyət çəkir. Amma altda yatan səbəbi araşdırdıqdan sonra yəqin ki, bunun öhdəsindən gələ bilərik, müalicəsi vardır. Buyurun. Fobiya əslində yəni gerçəklikdə, realda qorxu hissi yaratmayacaq, obyekt olsun, vəziyyət olsun, situasiya olsun, bunlara qarşı əsassız qorxu hissinin yaranmasıdır. Bax, fikir verin, burada biz nə deyirik? Əsassız qorxu hissi. Yəni, fobiyası olan insanlar hər hansı o obyektdən heç bir qorxu olmalı deyil, amma ondan qorxurlar. Və bu qorxu artıq öz həddini aşır. Və aşırsa, onda insanda müəyyən bir narahatçılıq yaradır. Təbii ki, fərqli insanlarda fərqli simptomlar olur. Və burada insan narahat edirsə, gərginlik yaradırsa, artıq bu fobiyadır. Yəni, sadəcə adi qorxu, biz bunu qeyd edirik hər dəfə, adi qorxu heç bir problem deyil, əslində təbii bir reaksiyadır. Çox yaxşıdır ki, insanı hətta müəyyən nələrdənsə qoruya bilər. Yəni, bizim qorxumuz olmasa, bəlkə də hansısa düşünmədən müəyyən hərəkətlərin üstə gedə bilərik və nəticəsində yaxşı olmaya bilər. O bizi qoruyur onlardan, insanı qoruyur. Müdafiə mexanizmi müdafiə edir. Amma bu fobiyaya keçdirsə, insanın gündəlik həyatını narahat edirsə, sözün əsl mənasında insanın həyatını zindana çevirə də bilir hətta, o səviyyəyə gəlib çatırsa, bu artıq fobiyadır. Narahatçılıq, gərginlik, özünü pis hiss etmə, orada müəyyən simptomlar var, baş gecələnməsidir, nəfəs darlığıdır. Artıq deyir ki, havam çatışmır, özümü çox pis hiss edirəm, panik yarana bilər, insan gərginləşə bilər. Udması çətinləşir, sifət qızarır, tərləyir, narahat olur, ürək başlayır çırpınmağa. Yəni, bax, bu simptomlar artıq özünü göstərməyə başlayır və burada belə bir məsələ var ki, fobiyada konkret obyekt varsa, konkret obyektə biz yaxınlaşanda biz o qorxunu hiss edirik. Konkret obyektə, fərz edək ki, növlərində deyəcəyik, lift fobiyasıdır, hansı fobiyadır, fərqi yoxdur. Obyektə gəlib çatanda, o nədən narahatıqsa, orada biz narahatçılıq başlayır. Adi imtahan fobiyası var, bilirsiniz də. Abituriyentlərimiz bunu yaşayırlar, bilirlər. İmtahan prosesində gəlirlər, artıq o vəziyyətə düşürlər, ürək döyüntüləri artır, narahat olur. Beynindəki olanlar, sözün əsl mənasında belə desək, silinir sanki. Silinir, bəli. Ağ vərəqi qoyub çıxan abituriyentlərimiz olur. Bloklanır. Bəli, bloklanır. Yəni, bunlar bu şəkildə davam edir insanlarda. Amma fərdi psixoloji xüsusiyyətlərdən asılı olaraq və fobiyanın növlərindən asılı olaraq insanlarda bu fərqli-fərqli özünü göstərə bilər. Çoxdur fobiyanın növləri, mən birinci onu deyim. Amma əsasən bölgü prinsipi olanda belə bölürlər ki, birinci spesifik fobiyaları biz götürəcəyik, sonra sosial fobiya, agorafobiya. Və bunlar özləri də alt qruplara bölünür. Yəni, tutaq ki, spesifik fobiyalar biz götürə bilərik heyvan fobiyaları. Pişik fobiyası, it fobiyası, hörümçək fobiyası,
Yəni insanlar bunlardan çox həddindən artıq qorxurlar. Toyuq fobiyası, ördək fobiyası. Bunlar spesifik fobiyalardır. Bəli, spesifik fobiyalardır ki, onların da alt qrupları hissə deyəcəm. Pişik fobiyası ola bilər ki, insanın irsi faktorlarından ola bilər. Biz qeyd etmişik keçən dəfədə. Ola bilər ki, anadan, atadan gəlir və evdə olan söz-söhbətdən yaranır, nə mənada söz-söhbətdən. Kiçik yaşlarda, uşaqda qorxu yaradırlar ki, bəs pişiyə yaxın getməyin, pişik insanı cırmaqlayır, pişik yaxşı heyvan deyil və s. Bu artıq insanda yavaş-yavaş bir qorxu hissi yaradır. Və yaxud da ki, hansısa bir qonşuda nəsə etmişdi, qohumda kimisə pişik hansısa bir nələrsə etmişdi və insanın beynində o qalır uşaqlıqdan və narahatçılıq başlayır və pişikdən qorxma yaranır bunda. Şuuraltı hansısa nə vaxtsa olmuş bir qorxudan da yarana bilər, qala bilər. Və yaxud da ki, it fobiyası. İt fobiyası da yeni spesifik fobiyadır. Həmçinin eyni şəkildə ola bilər ki, nə vaxtsa kimisə it ola bilir də, bilirik ki, itdə doğrudan da real şəkildə itdən qorxu ola bilər. Amma biri var real şəkildə qorxu, biri də var həddini aşmış dediyimiz kimi fobiyaya çevrilmiş qorxu. Bu məhəllədə bir it varsa, mən o məhəlləyə gələ bilmirəm. Amma bir də biraz öncə qeyd etdiyimiz kimi qorxu şəklindədirsə, doğrudan da orada nədənsə ehtiyat etmək öz yerində ola bilər. Və yaxud da ki, adi, bəli, toyuq kimə nə edə bilər? Yəni, biraz fikirləşək də belə baxanda. Qeyri-adekvat reaksiyadır da, toyuq mənə nə edə bilər? Heç nə edə bilməz. Amma mən ondan qorxuram. Onun cavabı olaraq, bəli, mən insan tanıyıram ki, toyuğun cücəsindən qorxur. Təsəvvür edin ki, orada deyir ki, mən bilsəm ki, orada toyuğun cücəsi var, mən o tərəfə gedə bilməzdim. Yəni, əvvəllərdə gedə bilməzdim, sonra aradan qaldırılıb. Yəni, belə insanı narahat edən məsələdir. Amma o toyuq olmayan yerdə toyuq haqqında düşüncələr onu o qədər də narahat etmir. Amma çox ağırdırsa, hətta düşünəndə belə narahat ola bilər, çox ağırdırsa. Yüngül formada o qədər də çox narahat etmir. Yenə də patoloji haldır da. Təbii ki, orada artıq narahatçılıq varsa, norma-patologiya var da. Az öncə dediyiniz kimi təfəkkürü silir. Bəli. Normanı keçdirsə hər bir şey simptomlar qabarır. Təbii ki, insanı narahat edir, istər fiziki, istər psixoloji. Yəni, bunlar, o narahatçılıqlar, o simptomlar varsa, insanda gərginlik yaradırsa, insan demək ki, artıq buradan narahat oldu. Sonra, məsələn, təbiətlə bağlı ola bilər. Şimşək fobiyası. Təsəvvür edin ki, bir şimşək çaxsa, insan narahat olacaq, gərgin olacaq. Hündürlük fobiyası. Baxır ki, yox, mən bu hündürlüyə qalxa bilməm. İnsan tanıyıram ki, yüksək mərtəbədən heç vaxt ev almır. Heç vaxt. Yəni, deyir ki, mən o pilləkənlarda, yuxarıda mən qala bilmərəm, heç vaxt. Mən mütləq aşağıki mərtəbədə olmalıyam. Hətta harasa qonaq getməsi də problem yaranır. Təbii ki, insan tək bir mühitdə özü üçün yaşamır axı. Bizim axı ətrafımız var, sosial mühitimiz var, harasa getməliyik, gəlməliyik. Yəni, belə olan halda da insan baxır ki, insanın sosial həyatını məhdudlaşdırır. Bütün fobiyalar, indi mən bunun timsalında deyirəm. Hərəsi fərqli-fərqli istiqamətlərdə narahatçılıq yarada bilər. Məsələn, qan fobiyası. İnsan qana baxa bilmir. Mən demirəm ki, kimsə qana çox rahat bir şəkildə baxsın. Amma ola bilər də adi bir xanımlar mətbəxdə işləyəndə bir dənə əllərində bir dənə nəsə bıçaq bir balaca kəsdi. Nəsə ola bilər də həyatdır da. Hansısa biz düzdür, həmişə pozitivə köklənməliyik. Amma bəzən təəssüf ki, negativlər də ola bilir və ona daim hazır olmaq lazımdır. Elə olan halda o tamamilə pis vəziyyətə düşəcək, gərgin olacaq, narahat olacaq. O artıq o şeylərə baxa bilməyəcək də. Qarşısındakı insana heç bir kömək, yardım əli uzada bilməyəcək. Çox maraqlıdır. Bax, siz danışdınız, növlərə bölünür və hər birinin də alt qrupları var. Onda belə çıxır ki, bu alt qruplar əgər hər hansısa biri bir fobik problem yaradarsa insanda o patoloji hal, sosial fobiyaya da gətirib çıxarır. Yəni, biri digərinə gətirib çıxarır. Bir insanda bir neçə fobiya ola bilər, o bir başqa məsələ biri. Amma həm də komorbid xüsusiyyəti ola bilər. Nədir bu? Bir, məsələn, məndə fobiya var və depressiya həmçinin var. Bunlara toxunacağıq. Sosial fobiyam oldu. Sosial fobiya nədir? Bir dənə onun özünü açım. Sonra. Sosial fobiya, mən artıq ictimaiyyət qarşısında, cəmiyyət qarşısında hardasa çıxış etməkdən çox narahat oluram. Tutaq ki, mənim sosial fobiyam varsa, mən gəl burada çıxış edə bilmərəm. Qeyri-mümkündür. Fikirləşəcəm ki, görəsən mən necə danışaram? Görəsən necə olur? Ola bilər də insan axlaq, mexaniki hansısa bir nəsə də səhv edə bilərik. Heç kəs robot deyil də. Bu ola bilər. Amma o insan artıq onu düşünərək hər bir şeyə çaşacaq. Nəysə səhv deyəcək, dili dolaşacaq,
həyəcan gələcək, bildikləri yadından çıxacaq dediyimiz kimi artıq beyində stres yaranacaq, narahatçılıq yaranacaq, o deyə bilməyəcək, fikirlərini ifadə edə bilməyəcək. Yəni insan danışanda ümumiyyətlə insanda diqqət olmalıdır, həm öz danışığına yönəlməlidir. Tutaq ki, mən müəlliməm, dərs danışıram, həm danışığıma diqqət yetirməliyim, nəyi danışıram, həm qrupa diqqət yetirməliyim, kim dinləyir, kim dinləmir. Yəni diqqətin paylanması var da. Bunun üçün qadın olmaq lazımdır. Hər iki beyin yarım kürəsi işləməlidir. Bəli, eynən. Amma fobiya olanda o yarım kürələri qoymur işləməyə. Artıq insan doğrudan sözün həqiqi mənasında edə bilmir. Mən müraciətlərdən də bunu görürəm. Mən həmişə deyirəm ki, mən nəzəriyyənə praktikanı çalışıram, qarşılaşdırırım və mənə müraciət edən insanlarda bu necə gedir, onu aydınlaşdırırım. Mən hər zaman bunu qeyd edirəm ki, hər pasiyent bir dənə mənim üçün müraciət edən bir insan bir kitabdır. Bu kitabı vərəqləyirəm və Milton Erickson yaxşı bir söz var, deyir ki, mənə müraciət edənlə mən bilmirəm necə işləyəcəm, onunla işləyə öyrənəcəm. Doğrudan da bu gözəl bir sözdür. Baxırsan ki, metodu bilirsən, hamısını bilirsən, amma yeni bir nəsə burada yanaşma tərzi tələb olunur da. İnsanın fərdi psixoloji xüsusiyyətlərindən, davranışına uyğun olaraq. Və doğrudan da burada belədir ki, o sosial fobiya deyir ki, mən küçədə, yəni daha doğrusu insanlar qarşısında danışa bilmirəm. Mən nəyisə təqdim edə bilmərəm. Mən rüsvay olmaqdan qorxuram. Mən nəyisə düzdə deyə bilmərəm. Bunu psixoloji problem olaraq qeydə almaq istəyirsiniz, yoxsa psixiatrik bir xəstəlikdir? Onu bilmək istəyirəm. Klinik protokolda əslində bu təşviş pozuntularından birlikdə gedir. Doğrudan da bu psixiatrik bir məsələdir əslində, nevrotik, psixiatrik bir məsələdir. Amma onun altında bir psixoloji məsələlər yatır. Mən bunu araşdırıram. Tutaq ki, niyə görə sən təqdim edə bilmirsən özünü? Nə sənin problemin var? Deyə bilər ki, ola bilər ki, uşaqlıqda mən danışanda həmişə mənə evdə deyirlər ki, sən bacarmazsan. Sənin bacın çox yaxşı bacarır, sən isə bunu bacarmırsan. Artıq məndə belə bir təəssürat yaranıb ki, mən heç nəyə edə bilmərəm. Özünü qiymətləndirmə düşür aşağı, özünə inamsızlıq yaranır. Artıq mən heç yerdə heç nəyi təqdim edə bilmərəm. Və yaxud da, tutaq ki, mən gəlmişəm, fərz edək sizin verilişə, siz çıxandan sonra deyirsiniz ki, yox, belə olmaz da, bu cür danışıq olmaz. Niyə belə danışırdınız? Yox, bu heç bizim efirə aid olmadı. İkinci dəfə gəlməzsiniz. Bəli. Gəlsə də, tutaq ki, ola bilsin ki, gedir, niyə görsün. Amma ya heç də oradan gəlməyəcək, ya da biz necə gələcək. Gələndə yenə, ki, Allah, görəsən mən necə danışaram? Görürsən, necə desəm xoş gələr, hansı formada deyəcəm. Artıq yavaş-yavaş elə bir ki, zəmin yaratmış olur. Bəli. Beləcə uşaqlıqdan. Onu siz davamlı təkrar etsəniz, artıq o adam nəinki sizin efirə heç yerə gedə bilməyəcək. Yəni, nə qədər ki, aradan qaldırmayıb. Onda konkret qorxu yarandı ki, artıq mən bacarmıram, artıq mən bunu edə bilməyəcəm və yaxud da ki, kimsə də üst-üstə düşsə, daha da arta bilər. Xüsusilə də bu uşaqlıqdan gələn travmalar olanda bu daha çox olur. Mən insanlar var ki, deyir ki, məsələn, müəllimim məni belə etdi, müəllim məni narahat etdi ki, sən bacarmazsan, sən bu nə cür danışırsan, sən imtahanda da belə danışacaqsan, falan yerdə də belə danışacaqsan, sən özünü təqdim edə bilmirsən. Bəli, sən özünü heç təqdim edə bilmirsən. Amma öyrətsə başqa cür şəkildə olardı. Bu sosial fobiyanın yaranmasında əsas budur. Sinif qarşısında çıxış edə bilməmək. Uşaqlar var ki, deyirsən ki, dərsi danış. Adi universitet tələbələri. Baxırsan ki, universitet tələbəsi durub 2-ci kursda oxuyur, 3-cü kursda oxuyur. Deyir ki, müəllim, olar ki, mən çıxıb yerimdə danışım, auditoriyada çıxıb danışmayım. Yəni, deyirəm ki, niyə axı da? Sonra çağırıram, sonra deyir ki, müəllim, mən çıxa bilmirəm, mən danışa bilmirəm. Uşaqlar mənə baxsa, mən özümü itirəcəm. Deyirəm ki, yaxşı, yerində oturub danışanda da, hətta oturmuş vəziyyətdə danışdım. Yəni, oturanda hər kəsin diqqəti çox da onda olmasın, özünü o qədər də narahat hiss etməsin də, orada danışsın. Artıq təqdim etmək onun üçün çətin olur. Və yaxud da kimsə ona yuxarıdan aşağı baxar ki, yox, bu bacarmadı, bu edə bilmədi. Var mı həqiqətən elə insanlar? Siz deyirsiniz, auditoriyeli tələbələrimiz? Var. Tələbələrimin içərisində də təəssüf ki, var. Bizi auditoriyadan yığa bilmirdilər. Bəli. Yox, hamı deyil. Mən bunu zəmanəyə bağlayıram ən azından. Bəli, onlarda o özünü təqdim etmə, qorxmaq, mənim vəziyyətim pis olar, mən nə isə danışaram, görərsən nə deyərlər və yaxud da ki, mükəmməl olmaq. Bax, burada artıq komorbid xüsusiyyətlər də ola bilər ki, beynində yaranır ki, obsessiv kompulsiv fonunda ki, mən görərsən nə isə səhv deyərəm, mən mükəmməl olmalıyam, ya çox mükəmməl olmalıyam, ya da ən yaxşısı da danışmayım. Yəni, insanlarda biz həmişə onu çağırırıq ki, çalışın ki, özünü inamı gücləndirək. Uşaqlıqdan uşaqlarda, xüsusilə sosial fobiyanın olmaması üçün özünü onların rahat təqdim edəndə, nə isə səhv də deyəndə,
onu tənqidi yanaşmaq birbaşa yox, bir müsbətini Biraz deyib. yumşaq formada deyilsə. Bu da olmasa daha yaxşı olardı. Yəni fobiya deyib keçməyin. Həqiqətən də bu nevrotik pozuntular, təşviş pozuntuları, ondan sonra panik atak əlamətləri, fiziki simptomlar, hətta xəstəliklərin beynəlxalq təsnifatında belə, yəni çox ciddidir bunun müalicəsi, çox ciddidir altda yatan səbəbi axtarıb tapmaq. Yəni düşünməyin ki, ani ölümlər belə olur. Məkanla bağlı olan fobiyaların bir də klastrofobiyadır. Klastrofobiya qapalı məkandan narahatçılıqdır. Bu liftdə ola bilər, hər hansı bağlı otaqda ola bilər və s. ola bilər. İnsan var ki, deyir ki, mən bilsəm ki, burada qapının cəftəsi yoxdur, mən burada qala bilmərəm. Mən bir anlıq mənim vəziyyətim dəyişər, mən pis vəziyyətə düşə bilərəm. Bu artıq insanda o klastrofobiyanın yaranmasıdır. Həmin orada, bəli, insanı bağlasan, bir anlıq qapını bağlasan, İçəridə o, yəni vəziyyəti çox pis ola bilər, sözün həqqi mənasında. Nəfəs darlığı yarana bilər, hətta sizin dediyiniz kimi bəlkə də başqa bir nəticə ilə də pis, negativ nəticəsi də ola bilər. İnsanlar düzdür. Mən burada üzümü insanlara tutub səslənmək istəyirəm. Çox gözəl vurğuladı Zilhamə xanım. Fobiyaya adi hal kimi baxmayaq gəlin. Yəni fobiya adi bir hal deyil. Fobiya hər hansı insanlar bir narahatçılıqdır, gərginlikdir, artıq xəstəlik formasına keçiddir. Ona görə də onu aradan mütləq qaldırmaq, onun səbəbləri nədir, altda yatan səbəb nədir? Hər fobiyanın mütləq altında yatan bir səbəb var. Səbəbsiz fobiya yaranmır. Yəni, düzdür, müəyyən mənada, nə mənada səbəbsiz yaranmır. Biz keçən verilişimizdə bunu qeyd etdik. Freydin aspektində var ki, fobiya köçürülə bilər. Nəysə, kimdənsə ola bilər ki, anadan qorxur, atadan qorxur. O qorxunu başqa bir şeydə özünü göstərir. Burada yox, başqa bir şəkildə özünü göstərir. Belə də ola bilər, amma bu da bir səbəbdir də əslində. Yəni, görürsünüz, heçdən fobiya yaranmır. Hər biri də o keçid səbəbi ilə olmur. Bax, indi az öncə klastrofobiyadan danışdıq, qaranlıq məkan. Mən o qaranlıq məkana, o mühitə düşməliyəm ki, o qorxu məndə yaransın. Yanlış mı düşünürəm? Bəli, bu da var. Köçürmə az olur. Mən bunu yenə deyirəm, təcrübəmdən mən deyə bilərəm. Deyək ki, klastrofobiya, düzdürmü? Məndə niyə o yaranmalıdır? Tutaq ki, o keçid olmasa belə, başqa hansı səbəbdən yarana bilər? Bəli, dediyiniz kimi, məsələn... Uçqun altında qalmışam, qaranlıq zirzəmidə qalmışam, ya məni orada bağlı saxlayıblar. Yəni, məsəl üçün, bunun da açıqlamasını verək, bəlkə insanlar bilmir tam mənasıyla. Tamamilə haqlısınız. Nə olduğunu. Bəli. Lift dayandı, liftin işığı söndü və yaxud da ki, hansısa bir bağlı məkanda qaldı, olur da belə hal olur ki, qapı bağlandı, nəysə xarab oldu. Qapının cəftəsi və ya nəysə açarı, amma bu qalıb içəridə və həyəcan yaşayır, narahat olur və ondan sonra heç vaxt içəri girəndə mən qapılar açıq dayanmalıdır. Qapını mən tam bağlamıram ki, birdən olar. Yəni, belə düşünür də, artıq o qədər qorxusu var da. Bu da hər yerdə də sən qapını açıq qoyub gedə bilməzsən və yaxud da ki, liftə girə bilmir, ki, liftə ümumiyyətlə girə bilmərəm, o yerdə ki, tam qapıları bağlanır. Yəni, burada ümid, belə deyək də, onun aləmində də həmin o klastrofobiyası olan insanın aləmində ümid tamam yox olur ki, qapı bağlansın, mən necə bunu dayandıra biləcəm? Yəni, fərqli xüsusiyyətlər var və yaxud da lift haqqında o qədər deyiblər ki, liftə minməyək, lift dayanar və yaxud da ki, filan yerdə lift yaxşı deyil, lift dayanar, bir şey olar, nə bilim, lift qırılıb düşər. Ona qalsa, lift qırılıb düşmək kimi düşünsək biz, yəni həyatda hər hansı bir hadisə həmişə ola bilər də. Kimsə heç nədən tam olaraq sığortalanmayıb. Onda gərək biz nə yer gedək, nə maşına oturaq, nə heç nə. Bəli, uçuş fobiyası olan insanlar var da, düzdürmü? Uçuş fobiyası olan insanlar göyə qalxanda artıq mənim nəfəsim daralmağa başlayır. Mən həddindən artıq pis vəziyyətə düşürəm. Bu insan heç yerə getmək istəmir. Yəni, artıq dayanır, heç bir uçuş həyata keçirmir. Biraz öncə qeyd etdiyimiz kimi, bunların hamısı insanın sosial həyatını mütləq şəkildə məhdudlaşdırmağa gətirib çıxarır və yaxud da ki, təsəvvür edin ki, onun uçuş fobiyası varsa, doğrudan da artıq təyyarəyə qalxanda onun vəziyyəti pisləşsə, görün necə ola bilər. Ona görə də bunu qətiyyən çəkinmək lazım deyil. Hər kəsdə hər bir fobiya ola bilər, amma onu mütləq şəkildə aradan qaldırmaq üçün müraciət olunsun ki, vaxtında aradan qaldırılsın və bunun üçün də maariflənmə olsun. Bax, bizim seminarımızın Fatimə xanımla birlikdə inşallah ki, aparacağıq. Bizim çox çalışqan bir xanımdır. İnşallah qismət olsun, görəcəksiniz. Fatimə xanım Bakı Dövlət Universitetində qırmızı diplomla bitirib həmin xanım.
Və o da həmişə deyir ki, onun özündə də fobiya olub. İndi inşallah ki, tədbirdə özü danışacaq. O deyir ki, mən istəyirəm ki, bu təlimi verməkdə məqsədim də mənimdir. Odur ki, insanlar bilsinlər ki, yəni bu fobiya hər kəsdə ola bilər, amma fobiyana yaşamayın. Yəni o fobiyanın o ağırlığını üzərinizdən götürün, azad olun. Yəni maariflənmə istiqamətində olan bir tədbirdir bu da ki, insanlar bilsin ki, fobiyalar yarana bilər. Dediyimiz kimi heç kəs qaça bilməz nədənsə. Amma bilsinlər ki, bunu rahat bir şəkildə aradan qaldırmaq olar. Çox mümkündür yəni bunu etmək. Dediyimiz kimi maşın fobiyası adi. İnsan var ki, maşın sürmək istəyir, rahat özü getmək istəyir, amma maşın sürə bilmir qəti şəkildə. Hətta maşına oturanda belə narahat olan insanlar var. Mənə maşınla bağlı xanımlar xüsusilə çox müraciət edir ki, istəyirəm ki, maşın sürüm, amma mən maşın fobiyam var, mən hərəkət edə bilmirəm, maşın sürə bilmirəm və araşdırılır ki, hansısa bir qəza mı keçiriblər və yaxud da ki, onun maşın haqqında negativ fikirlər onu doldurublar ki, yox, xanım heç vaxt maşın sürə bilməz, xanımlar yaxşı maşın sürmür. Bu fikirlər də bunun artıq beyninə, sözün əsirməsində oturub ki, maşın sürə bilmərəm mən heç vaxt, mən nəsə qəza törətməliyəm. Yəni, bu da bir növ epidemiyadır. Həqiqətən. Çünki həddindən artıq narahat insan böyütdüyü, tərbiyə etdiyi övladı olsa belə onu da narahat yetişdirəcək. Yəni bunun yaranma mexanizması hələ tam araşdırılmayıbdır. Amma bəlli səbəblər göstərilsə də, yenə də hər kəs özündə var olan bu qorxunun patoloji bir haldır. Normal qorxudan getmir. İnsan qorxusuz yaşaya bilməz. Nə gözəl ki, bu qorxu var bizdə ki, bəzi məqamlardan qorxub çəkilirik. Amma bugünkü gündə tələbkar valideynlər var, ailələr var. Hər bir ana valideyn istəyər ki, övladına heç bir problem yaranmasın. Əlbəttə ki, bu bir mənalı şəkildə belədir. Amma gərək özü düşünsün. Onda həddindən artıq narahatlıq varsa, həddindən artıq həyəcan, təşviş varsa, o gərək müalicəsini alıb, ən azından konsultasiyalardan keçməlidir ki, bunu biz deyirik ki, ailəsəl, genetik, ötürməsin övladına. Çünki o narahatçılığı onda da süni şəkildə yaradacaq, amma zamanı gələndə uşaq bir xəstəyə çevriləcək. Biz fobiyadan danışırıqsa, bir tərəfində bunun fobiya var, bir tərəfində panik atak var, bir tərəfində depressiya var. Məsələn, panik dediyimiz kimi klaustrofobiyada mütləq şəkildə panik olacaq. Yəni, ora girsə, onun panika artacaq. O dəqiqə bu %99 panik vəziyyəti yaranacaq. Baxırsan ki, artıq qoşa yaranan xəstəlikdir. Və yaxud da ki, bunun fobiyası var, tutaq sosial fobiyası və yaxud da agorafobiyası var. Bu insan yavaş-yavaş depressiv vəziyyətə düşəcək. Çünki niyə? Artıq dostlarından uzaqlaşdı mı? Kənarlaşır, kənara çıxa bilmir. Bəzən həm sosial fobiyası olur, həm agorafobiyası olur. Agorofobiya tək küçəyə çıxmaq qorxusudur. Bu da yəni növlərindən ayrıca təşkil edir. Küçəyə çıxmaq qorxusu, harasa getmək qorxusu, evdə tək qalmaq qorxusu. Mən küçəyə çıxaram, görürsən küçədə mənə nə olar? Və insanların ya çox olduğu yerdə əsas onları narahat edən odur, köməksiz qala bilərəm. Küçədə mənə nəsə olar, heç kəs mənə kömək etməz. Evdə tək qalaram, kimsə hamı gedər, mən evdə heç kəsi köməyə çağıra bilmərəm, narahat ola bilərəm. Bu da insanları daha çox narahat edir, daha çox qorxudur və bunun fonunda depressiya başlayır yaranmağa. Depressiya nədir? Ruh düşkünlüyü, insanın əhvalının aşağı inməsi. İndi fikir verin, artıq bir xəstəlik başqa bir xəstəlik yaratdı. Bir xəstəlik olanda heç olmasa bunu biraz rahat müalicə etmək mümkündürsə, ikinci bir xəstəlik yarananda problemin biraz da kökü artır da. Ona görə də biz çalışmalar ki, elə fobiyada qalsın da, fobiyadan o yana getməsin. Əslində qorxunun üstünə getmək deyirlər, bunu bilgisiz şəkildə etməyin. Yox, qətiyyən. Bilgisiz şəkildə etmək doğru bir şey deyil. Deyirlər ki, qorxunun üstünə get, elə sağalacaq, xeyr, psixoterapevtik müalicələr, bəlkə də medikal müalicələr bir çox hallarda tələb olunur. Çünki Kəmilə xanım dedi, axı, bir çoxlarımızda bu ağırlaşıb, yanaşıb, digər xəstəliklər də qoşulub. Ona görə, yenə deyirəm, xəstəliklərin beynəlxalq təsnifatında artıq növlərinə görə bu xəstəlik kimi adlandırılırsa, qəbul edilirsə, daha doğrusu, demək ki, bunun müalicəsi müəyyən konsilium aparıldıqdan sonra ciddi şəkildə aparılmalıdır. Kəmilə xanım, mən sizə təşəkkür edirəm gəldiyinizə görə. Bəli, hələ tam qaldı çox şeylər. Növbəti verilişimizdə inşallah. Mən çox istəyərdim gənclərdə olan, inşallah o növbəti verilişimizdə mütləq deyək ki, gənclərimizdə o ayrıca bir mövzudur. Sonra qeyri-adi fobiya növləri var. Yəni fobiya növləri dediyimiz kimi çoxdur. Çox təşəkkür edirəm. Mən təşəkkür edirəm. Xoş oldu sizinlə söhbət. Qarşılıqlı. Görün, maşallah olsun. Vaxt necə keçir? Heç sizi ilə adam vaxtı hiss etmir. Var olun. Bu da sizin gözəl aranızdan
və sizin gözəl aparıcılıq qabiliyyətinizdəndir. Var olun, təşəkkür edirəm. Mən təşəkkür edirəm. Bir daha xatırladım, studiyamızın qonağı klinik psixoloq Kamilə xanım Kazımova idi. Buyurun, müraciətlərinizi edə bilərsiniz. Geyimə görə Leci Şarı mağazasına təşəkkürümü bildirim. Xanımlar, bir daha səslənirəm, bilirsiniz ki, hər həftə, hətta deyərdim ki, hər gün yeni kolleksiyalar gəlir və geyimlər yenilənir. Kolleksiyalara endirim aksiyası da var, bir çox kolleksiyalara və bu kolleksiyaları əldə etmək istəyənlər varsa, Nərman metro stansiyası çıxışında yerləşən filialına müraciət etsinlər. 099 324 0131 əlaqə telefonudur. Bugünlük bu qədər, hələlik. Fobiyalarına qalib gəlmək istəyən insanlara xüsusilə səslənmək istəyirəm. Əgər sizdə də fobiyalar varsa və fobiyalar haqqında daha geniş məlumat əldə etmək istəyirsinizsə, noyabr ayının 22-si saat 13:00-da Bakı Fairmont Hoteldə fobiyaların yaranma səbəbləri və aradan qaldırılması adlı nəzəri praktik təlim keçiriləcək. Buyurun, hər kəs dəvətlidir. Təlimçilər Kamilə Kazımova, klinik psixoloq, konsultant, hipnoterapevt, Bakı Dövlət Universiteti Psixologiya Kafedrasının dosenti, psixologiya üzrə fəlsəfə doktoru, Beynəlxalq Hipnoz Cəmiyyətinin üzvü və psixoloq Fatimə Cəfərova, Bakı Dövlət Universiteti Sosial Elmlər və Psixologiya Fakültəsi, psixologiya ixtisasının məzunudur. Təlimin sonunda sertifikatlar təqdim olunacaq. Təlimlər ödənişlidir. 050 471 1044 və WhatsApp üzərindən də yazmaq istəyənlər varsa, buyurun. 055 487 84 84 əlaqə telefonudur. Müraciət edə bilərsiniz.